Azərbaycan xalqın başına oyununa gətirilir. Harda Dünyanın hansı ölkəsində orta əmək haqqından danışılır? Sən minimum əmək haqqından danış və istehlak zəmbilindən danış və bazardakı qiymətlər, real qiymətlərlə istehlak zəmbili müəyyən et. Gör, istehlak zəmbili 500 manatdır, yoxsa 100 manat, ya 200 manatdır. Sən də danışırsan. Sərdar bəy orta əmək haqqı ilə bağlı 500 manat idi, Azərbaycandan 800 manatdan yuxarıdır. Bu ilin sonuna qədər 980 manat olacaq orta əmək haqqı. Mən başqa şey deyirəm, deyirəm biri alır 50 manat, biri alır 1000 manat, orta əmək haqqı nə qədərdir? Yox, siz bayaq Yox, bunu izlən, orta əmək haqqı nə qədər orunda? Bir nəfər 50 manat alır, biri alır 1000 manat, orta əmək haqqı nə qədərdir? Kimdir 50 manat alan? Deyirəm, bax sənlə, mən alıram 50 manat, sən alırsan 1000 manat. İkimizin birlikdə orta əmək haqqımız nə qədərdir? Nə qədərdir? 525 manat. Bu demək ki, mən 525 manat pul qazanıram. Nə deyim orta əmək? Mən dedim axı, orta əmək anlayışı konjunkturdur. Məhz bu konjunktur rəqəmləri hesablasın, xalqın başına oyununa gətirilir. Orta əmək hesablaya bilmir, deyir ki, orta əmək belədir. Lab artsın, sizin maaşınızı artıracaqlar 10 min, müəllimin maaşı qalacaq 200 min, orta əmək yenə qalxacaq 1000 dollara. Nə olsun? Cəmadə bu nə aydınlatı var? Hardan götürürsünüz, bilmirəm bu. Nə yəni? Mən sənə riyaziyyat verim, orta həddi necə hesablayın? Siz mənə riyaziyyat öyrənməz Sərdar bəy, mən aynı şey danışıram, siz başqa şey deyirsiniz. Nə deyirsən? Siz biraz əsəbləşib danışırsınız, mən sakit danışıram. Çox yaxşı. Çox sakit danışıram. Mən deyirəm ki, iqtisadi terminlər var. Minimum əmək haqqı var, orta əmək haqqı var. Mən orta əmək haqqını dedim. Siz deyən sizin formulunuzdur. Ona da hörmətlə yanaşıram. Amma mən sizə Azərbaycanda orta əmək haqqı ilə bağlı deyirəm ki, 24-cü ildə Azərbaycanda orta əmək haqqı İqtisadiyyat Nazirliyi buyurdu oxuyun statistikaya. Nə demək orta əmək haqqı? Bu izah elə cəmaata. Orta əmək haqqı başqa mövzu orta əmək haqqı necə hesablanır? Qardaşım, orta əmək bütün vətəndaşların əmək haqqı bölünür əhalinin sayına, işləyən əhalinin sayına. Əmələ gəlir orta əmək haqqı. Sən alırsan deputat kimi 7000, 8000 manat, mən alıram 50 manat. Orta əmək haqqımız olur 4000 falan qədər. Hər nə qədər alırsan. Axı bu niyə Allah'da bu cəmaatı? Bax sabah deyəcək ay deputat. Sən deyirdin axı vəziyyət yaxşı olacaq. Nə oldu? Niyə pisləşdi? Mən də deyirəm cəmaat bilməlidir ki, biz ya gərək problemləri deyək və onu həll edək, ya da hər şeyin örtbasıya bir vaxt Azərbaycan çökür. Elə ona görə burada hər şey problemləri də deyirik, siz də deyirsiniz, biz də deyirik. Təbii olaraq ağa-qara demirik. Real şeylər deyirik, problemlər də deyirik. Biz də görürük problemlər deyirik. Sizin kimi də deyirik, siz də bizim kimi deyirsiniz. Məsələn, bazarda bir günlük siz... Amma bu mövzu elə bir mövzudur ki, siz elə belə saatlarla danışa bilərik, bazardan danışa bilərik. Amma bizim vaxtımız yoxdur. Əslində baxın, sən çox səmimi şəkildə dedin ki, vətəndaşlar gözləməsinlər bu büdcədən, yaxşılıq heç nə olmayacaq. Elə şey demədim. Yox, dedin. Necə dedim? Qaytar, xahiş edirəm göstər. Necə dedim? Dediniz ki, büdcə nə olsun, heç bir dəyişmir, indi biz demirik, belə də olacaq, o belə olacaq, belə olacaq. Yox, elə demədim. Belə şey demişəm. Nə dedik, məsələn, Zahir bəy nə dedi, yaxşı olacaq vəziyyət. Bəli. Dediyi o açıq şəkildə ki, bu büdcədən sonra Azərbaycan vətəndaşı mənim başım donub, onun tamaşaçılarımız da demə, deyə də biz artıq özü də bilir ki, mümkün nə. Sərdar bəy, deyirəm də, sözümə cavabdehəm, heç narahat olmayın, amma təbii olaraq reallıqlar da deyirik. Mən rəqəmləri deyirəm, real olan məsələləri deyirəm, təbii sizlə beraber söylədim, problemlər də görürük. Əlbəttə ki, bir desək ki, mən deyim, siz demişəm, bir dənə adam desin ki, mən cibimə... İndi baxın, mən sizə bir şey deyim. Amma Yaponiyanın deməli iyeni, 1 milyon iyeni bizim bir manatımızdır. Nə deyil, bu rəqəm sənə nə deyil? Azərbaycan manatı o qədər alıcılıq qabiliyyəti var, o qədər Azərbaycandan varlıdır. Bu nə deməkdir? Yəni, rəqəmlər sənə nə deyir axı? Heç nə, vaxtı ilə biz 1000 manatımız, yaxşı onda indiki 10 min danışaq, vaxtı ilə 1000 manatımız, indiki 10 mindən sonra, indi mənim 10 minim var deməm vardı ya, mən yenə elə 1000 manatım vardı. Alıcı qabiliyyəti başqadır pulun. Demək istəyirəm ki, pulun dəyəri məsələsi var, bazarda qiymətləri məsələsi var, vətəndaşın gəlirləri var, vətəndaşın çıxarları var, qazın qiyməti qalxır, suyun qiyməti qalxır, elektrikin qiyməti qalxır, nəqliyyatın qiyməti qalxır, sən də maaşı qaldırdın, o maddə isə biz vətəndaşlara yönəlik düzgün bir siyasət var, xeyr belə şey yox.